Salam yoldaşlar, Dövə Kursa və Dövə Kula hazırlaşan namizədlər. Bugün sizə təqdim edəcəyimiz video Elbir Akademinin 10 yanvar tarixində həm BB, həm BA, həm də AC üzrə keçirdiyi sınaqların izahı olacaqdır. Və ilk olaraq bir şey qeyd etmək istədim ki, burada BB və BA həmçinin AC üzrə ilk belə qeyd edək ki, 32 sual hamı üçün eynidir və digər suallar isə fərqli olur. Bunların hər birini bir-bir izah edəcəyik. İkinci başlayaq 16-cı sualla bağlı olaraq. Ədliyyə Nazirliyində Bakı şəhərinin qeydiyyat idarəsində mütəxəssis vəzifəsində çalışan Eldar xidməti vəzifəsinin icrası zamanı həmin idarəyə müraciət edən vətəndaş tərəfindən ümumi məbləği 60 manatdan olan hədiyyəni qəbul etmiş və bununla bağlı usulü bölməyə məlumat verməmişdir. Korrupsiya qarşı haqqında mübarizə qanuna əsasən hansı doğrudur? Deməli, cavablar yoldaşlar, burada bir variant çıxdı. Eldar 55 manatdan yuxarı olan hədiyyənin xidməti və icrası qəbul edə bilməz və həmin məbləğdən yuxarı hədiyyələr Eldarın xidməti vəzifəsini həyata keçirdiyi orqana məxsus hesab edilir. Keçək digər bir suala. Dövlət qulluq haqqında qanuna əsasən buna diqqətdən fikir. Dövlət qulluq haqqında qanuna əsasən Mərkəzi Seçki Komissiyasının katibliyində aparat rəhbərinin tutduğu inzibati vəzifənin təsdiqatına uyğun ala biləcəyi ən yüksək ixtisas dərəcəsi. İlk öncə yoldaşlar, Mərkəzi Seçki Komissiyası ikinci kateqori dövlət orqanıdır və Mərkəzi Seçki Komissiyası ikinci kateqori dövlət orqanıdır və burada aparat rəhbəri düşür üçüncü təsdiqata və üçüncü təsdiqatda isə ən yüksək ixtisas dərəcəsi dövlət qulunun baş müşaviri gəlirdi. Digər suala keçən yoldaşlar, korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən yanlış müddəalar müəyyən edin və burada cavab A variantı. 1, 3, 5. Gəlin görək bu nədir 1, 3, 5? Saatlı struktur bölmə, korrupsiya qədər hüquq pozmalarla bağlı məlumatı qeyd aldıqdan sonra 12 gün müddətində araşdırmalı. Xeyr, 23 gün ərzində araşdırmalıdır. Ona görə bir səhvdir. 3-ə keçək. Korrupsiya qədər hüquq pozmalarla bağlı məlumat vermiş şəxs dövlət müdafiəsinin özü üçün qanunsal maddi və səhər neymətlər, imtiyazlar, güzəştlər əldə etmə məqsədində məlumat vermə halları tətbiq olunması istisna olunur. Ümumiyyətlə belə bir cümlə yoxdur. Və 5-ciyə keçək ki, səlahiyyətli struktur bölmə korrupsiya qədər hüquq pozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalıdır və məlumatın qeyd olunması məlumat verilən şəxsə bildirə bilməz. Ona görə də burada 18-ci sualda cavab A variantı olacaqdır. 1, 3, 5. Sonra 19-cu suala keçən yoldaşlar, 19-cu sualda da konstitusiyasının hansı aşağıdakı müddəalardan biri ilə əlaqədar hansı əlavələr təklif edilər və onun mətnində dəyişiklik edilən nələr verilməsi haqqında təklif referendum çıxarıla bilməz. Deməli, orada da əlavələr həm belə deyək ki, əlavə oluna bilməz, həm də mətndə dəyişik ola bilməz. O da deməli, birinci bölmə gedir. Burada hamısı da birinci bölməyə aiddir. Amma 1, 2, 6, 7, 8, bax, 6-cı maddədə hakimiyyətin məzun yol verilməsi referenduma çıxarıla bilməz. Digər suala keçək 20-ci suala. 20-ci sualda cavab A variantıdır. Oxuyaq ki, dövlət qulluq haqqında qanuna əsasən qanunvericiliyin tam əhatə olunduğu cavabı müəyyən edin. Gəlin görək ki, burada cavab nədir? Tam cavabı əhatə edin. Dövlət qulluq haqqında qanun, tərəfdaş beynəlxalq müqavilə, dövlət hüquqi cəhətdən tənzim edən hüquqi xüsusiyyətlərini digər qanun məzəxlarına ibarətdir. 21-ci suala keçən yoldaşlar, 21-ci sualda, yəni bax, burada siz imtahan zamanı ehtiyatlı olun, həmişə tələbələrə deyirəm ki, uzun ad, dövlət orqanlarında, dövlət mülkiyyətində, payın nəzarət zərfi, dövlət məxsus olan büdcə təşkilat kağızları. Sadəcə biz buna kağızlardır. Kağızlara daxil olmuş sənədlər rəhbəri tərəfindən baxıldıqdan sonra hansı məqsədlər üçün kağızat xidmətinə qayta tənzim göndərəcək? Cavab A variantıdır. Yəni, dərkəmə mətnin qeydiyyat vərəqəsinin köçürülməsi və lazımi hallarda nəzərə götürülməsi üçün. 22-ci suala keçən yoldaşlar, 22-ci sualda Konstitusiya əsasən əmək müqaviləsi əsasında işlənən təhdid mövqeyi necə məhdudlaşdırıla bilər? Yalnız qanunvericilik hallarda məhdudlaşdırıla bilər. 23-cü suala keçək, 23-cü sualda nədən söhbət gedir? Konstitusiya əsasən Azərbaycan prezidenti
Cavab B variantı. Nə edəcəklər? Hərbi doktrinanı Milli Məclis təsdiq verir. Düzdür. Konstitusiya məhkəmə hakimlərinin təyin edilməsi Milli Məclis təqdimat verir. Düzdür. Sağlık Bakanı Ali Komanda Edir vəzifənin təyin edilməsi naziri düzdür. Bir, Mərkəzi Bankın idarə üzvlərinin vəzifəyə təyin edilməsi xeyr. Çünki Mərkəzi Bankın idarə üzvü vəzifənin təyin edilməsinə bağlı Milli Məclisə təqdimat verir. Ona görə səhvdir. Və 4-də nə səhvdir? Silahlı Qüvvənin təyinatı ilə bağlı olan vəzifənin icrasına cəzməsinə razı verilməsi xeyr. Bunu da Milli Məclisə keçir. Ona görə 2, 3, 5 D variantı. 24-cü sual keçək yoldaşlar. 24-cü suala cavab C variantıdır. Dövlət dili haqqında qanun əsasən dövlət dilinin xidmət reklam və elanlarda işlənməsi ilə bağlı yanlışı keçəcək. Nədir? Zəruri hallarda dövlət dilinin digər istifadə olunarsa, onların tuz azad sahəsindən tik olmamalı. Azın yazıdan əvvəl gəlməli. Xeyr. Azın yazıdan sonra gəlməlidir. Buna görə cavab yanlışdır. 25-ci sual gedək. Konstitusiyasının aşağıdakılardan hansı yanlışdır? Cavab C variantı Milli Məclis deputatlarının statusundan bağlı qanun qəbul edən subyekt bu Milli Məclisdir. Bu statusundan bağlı ümumi qaydası və 80-ci səhv qəbul edilir və apellyasiya məhkəmə hakimlərinin təyin edilməsindən bağlı ensasol qərar qəbul edir. Xeyr. Apellyasiya məhkəmə hakimlərinin təyin edilməsi 60+. Yəni biri 80, biri 60 uyğun olduğuna görə bu yanlışdır. A variantı nədir? Beynəlxalq müqavilənin təsdiqi və ləğvi ilə bağlı qanun qəbul edən subyekt bu Milli Məclisdir, 63-dür. Və prezident fərmanı təsdiqi də yenə 63 qəbul edilməsi məsələsidir. B variantında isə bələdiyyə hesabatlarının dinlənilməsi ilə bağlı 63 qərardır. İnzibati ərazi bölgüsü də 63-dür. Ona görə bu gəlir və D variantı dövlət quluna bağlı ümumi qayda bu da 63-dür. Müharibə bu da 63-dür. Yəni burada səhv çoxluq eynidir. Ona görə C variantı məsələsidir. Sonraki 26-cı sualda hansı arkadaşlarının hansı hüquq değildir? Cavab B variantı. Çünki sərbəst dolaşmaq azadlıqdır. O baxımdan. Cavab B variantı. Deməli 27-ci sual keçək. 27 sualda 15 üzdən ibarət A belədir. Yəni qısaca A belədir. Üzvlərin 3/2-si bələdiyyə iclaslarını çağırır və iclasda iştirak edən şəxslərdən 6 nəfər 6 nəfər lehinə səs verməklə 6 nəfər lehinə səs verməklə yerli vergilərlə əlaqədar qərarlar qəbul edir. Və konstitusiya üstəsəbəb doğru olan kimi. Cavab burada A variantıdır. Bələdiyyə iclaslarının bələdiyyə iclasının sədri çağırmalı idi. Çünki yəni nə deyir ki burada? Yazır ki, bələdiyyə üzrə 3/2 bəli, bələdiyyə iclasının bələdiyyə sədri çağırmalı. Odur ki, bizdən üstəsəbəb doğru bəli. Bu çağırmalı. Ona görə A variantıdır. Keçək digər sualımıza 28-ci sual keçək. Konstitusiya Naxçıvan Muxtar Respublika prokuroru necə vəzifəyə təyin olunur? Cavab D variantı. Baş prokurorun təqdimatı ilə prezident tərəfindən. 29-cu sual gedən məhkəmə hakimlər haqqındakı qanuna müdafiə hüququnun təmin edilməsinə bağlı deyildir. Hüquqi yardım ödənişsiz göstərilməsi halları yalnız konstitusiya yoxdur. Bu cavab səhvdir. Və yoldaşlar, ümumiyyətlə siz yalnız sözüdür, bir qayda sözüdür. Bütün hallarda onlar deməyim ki, həmişə bir çox hallarda yanlış olur. 30-cu suala keçək. Dövlət qulluğuna bağlı qanuna əsasən hesablama palatasında kuryer vəzifəsi. Hesablama palatası ümumiyyətlə bizdə birinci kateqoriya dövlət orqanıdır və orada da kuryer düşəcək yardımçı vəzifəyə. Yardımçı vəzifədə də yardımcı. O düşür ikinci təsfada da. Çünki ali kateqoriyada olanlar 1-ə düşürsə, birinci kateqoriyada onlar 2-yə düşür və ilk olaraq ikinci təsfada bir başlayır da deməli, referendumla bağlı olaraq böyük referendum, birinci dərəcə referendum və ikinci dərəcə referendum. Qəbul olunmuş şəxsə hansı dərəcəsi veriləcək? Dövlət qulunun ikinci dərəcəli referendum veriləcək. Bir də hesab palaz birinci kateqoriyadır. Birinci kateqoriyada da düşür ikinci təsnifata. İkinci təsnifata qəbul olunmuş şəxsə veriləcək ikinci dərəcə referendum. Çünki yardımcı bir başlayır baş böyük 1, ikinci böyük 1, 2. Ona görə də C vardır. 31-ci suala keçək ki, Fransız silahlı qüvvələrə aid edilə bilməz. Cavab C variantıdır. Öz müdafiəsinin təmin vasitəsini beynəlxalq münaqişə həlli müharibələr edir.
Azərbaycan Respublikası müharibəni başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsilə və beynəlxalq münaqişə həll üçün müharibədən ediləcəkdir. Yəni ona görə C variantı yanlış olacaqdır və 32-ci suala keçən yoldaşlar, 32-ci suala cavab D variantı hansı müddəalarla bağlı doğru olanı müəyyən edin. Doğru olan D variantı olur. 3, 4, 5 doğru və bir neçədir. Uşaqların qayğısına onları tərbiyə etmək dövlətin yox, valideynlərin borcudur. İkinci sual 16 yaşına çatmamış uşaqlar işə götürə bilməz. 16 yox, 15 yaşına çatmamış olmalıdır. Ona görə səhvdir. Qalan bir də 6 cəmiyyətin əsas özəyi kimi uşaq yox, ailədir. Digər bir sual gəlir, 33-cü sual C variantıdır. Uyğunluğu müəyyən edin və burada uyğunluq necə olacaqdır ki, prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən Konstitusiya Ali Rəsmi Məhkəmə hakimləri təyin ediləcəkdir ki, prezident tərəfindən digər məhkəmə hakimləri vəzifəyə təyin edəcəkdir və üçüncüsü isə Milli Məclisin razılığı prezident təyin edəcəkdir. Burada baş prokuror vəzifəsidir. 1A, 2C, 3 B variantı. Növbəti tezə keçək 34-cü suala. Burada demarkasiya qanunverici sistemi ilə bağlı yanlışdır. Nə yanlışdır? Bir də gəlin görək nə yanlışdır. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanı qanunverici sistemin daxil olan aktlara zidd gələn normativ hüquqlar yox, normativ xarakterli aktlar qəbul edə bilərlər. 35-ci suala keçən yoldaşlar və burada D var. Dövlət qulu haqqında qanuna əsasən dövlət quluna hansı xitam verilə bilər? Demək, azami vətəndaşdan xitam verildi. Bu halda verilə bilər. Bəli, düzgün dedim. Niyə adı dövlət qulu sertifikatın qüvvədə olma müddəti bitdikdə çünki davam edir ki, növbəti sertifikat əldə edə bilmədiyi zaman niyə B deyir? Qanunverici və yerli özü seçildikdə habelə hakim təyin edə əvvəlki vəzifəsini imtina etmədi elə olmalıdır. Niyə deyir? Qanunverici daha uzun müddət müəyyən edirsə, əmək qabiliyyətini fasiləli olaraq altı tam bitirilməsi barədə yerinə yetirə bilməlidir. Buradan fasiləli yox, fasiləsiz dedim ona görə. Keçək 36-cı suala və cavab D variantıdır. Qulluq stajından bağlı olaraq, qısası deyək bunu, yəni A variantı gözünə A-da nə səhvdir? 1 və 2 səhvdir. 1-də 1 ildən 5 ilə qədər qulluq stajına 5%, 5 ildən 10-a qədər 10%, 10 ildən 15-ə 15% olmalıdır. Burada 10 ildən 15-ə qədər 15 yox, 30 20 olmalı idi. Ona görə burada səhvdir. 5 ildən 10-a qədər 10 düzdür, amma 10 ildən sonra 20%, ona görə səhvdir. 2 niyə səhvdir? Sınaq müddəti aylıq haqqında təsir göstərmir, amma təsir göstərəcəkdir. Digər təsir qədər 37-ci sualdır. Və burada dövlət qulluğu qanununa əsasən göstərilən ardıcılığa uyğun gələn cavabı tapın. Hesab paltası bildiyimiz kimi sədr müşahidə olan sədr müşahidə 3-cü təsdiqata aiddir. Sonrakı 38-ci sessiya keçəyim. Dövlət qulluğu qanununa əsasən uyğunluğun gözləndiyi cavabı müəyyən edin. Cavab C variantı ali kateqoriya, ali məhkəmə. Çünki 3-cü kateqoriya Bakı Apellyasiya Məhkəməsi 2-ci kateqoriyadır. 1-ci kateqoriya Mərkəzi Seçki Komissiyası 2-ci kateqoriyadır. Bakı Apellyasiyada 3-cü kateqoriyadır. 39-cu suala keçəyim. Cavab burada B variantı sualı oxuyaq. Dövlət qulu haqqında qanunun aşağıda hansı yanlışdır? Biraz çətin sualdır. İntisam təmin tətbiq edilməsi barədə əmrdən o imzalı 7 iş gün ərzində şikayət verilməli, şikayət verilə bilər. Ona görə. Keçən 40-cı suala etik davranış qanununa əsasən qadağan deyildir. B variantı dövlət qulluqçusu dövlət mənafəsi maddi və sair imtiyazı yönəltmə hərəkətlərə qərarlar qəbul etməsi, yəni bu qadağan deyildir. Çünki dövlətin mənafe inabıdır. Seçkilər zamanı öz mövqeyi məsələsi yanlışdır. Yaradılmasına dinində yanlışdır. Dövlət əmlak şəxsi istifadə yanlışdır. 41-ci suala keçək. D variantıdır. Sual etik davranış qanununa əsasən maraqlı toxuşmasının qarşılanması bağlı doğru deyildir. Dövlət qulluqçusu dövlət quluna etiqam verdikdən sonra istənilən vaxt yox, qanunverici müddət ərzində olmalı idi. Və 42 suala keçək ki, elektron imza elektron qanuna əsasən sertifikat nədir? Cavab A variantıdır ki, özdə təzə yenilənmiş qanundan asılı düşübdür. İmza sahibini identifikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanın yoxlama məlumatlarının imza məxsus olması barədə sertifikat xidmətlər mərkəzi verdiyi kağız və elektron sənəd olacaqdır. Və 43-cü sual keçən yoldaşlar, elektron imza və elektron sənəd haqqında qanunlasan, elektron qanunverici nədən ibarət deyil? Cavab deyil. İnformasiya əldə etmək haqqında qanundan ibarət deyildir. 44-cü suala baxalım.
Elektron imza elektron sənəd haqqında qanuna əsasən mərkəzlər imzanın istifadəsi bağlı hansı xidməti göstərə bilməz? Cavab demək 44 sertifikatın yox, elektron imzanın yaradılması, və sertifikatın yaradılması deyildir. 45-ci suala keçək, yenə kargüzarlıqla bağlı sənədlərin ümumi icra müddəti nə zaman hesablanacaqdır? Sənədin təşkilata daxil olduğu vaxtdan hesablanacaqdır. Gəlin keçən digər suala 46-cı sual. Elektron imza və elektron sənəd haqqındakı qanuna əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkətlə bağlı informasiya prosesi olacaqdır. Və digər bir sual ki, 47-ci sual, yəni bu kağızın aparmasının təlimatı əsasən bu təşkilatlara daxil olan korrespondensiyanın qəbul və ilkin qayda işlənməsi cavab A variantı kağızlar xidmət tərəfindən aparılacaqdır. Gəlin keçək digər bir sualımıza 48-ci sual. Vətəndaşların müraciəti haqqında qanuna əsasən dövlət orqanında korrupsiyaya qədər hüquq pozmalar bağlı müraciətlə əlaqədar təyin edilmiş xidmətlər nəticəsi barədə məlumatı aldıqdan sonra cavab C variantı müraciətin əsaslı olması təsdiq edilərsə, lakin mülki hüququ, inzibati və cinayət yaradacaq əlamətlər olmadıqda aidiyyəti üzrə şəxsi yenidən araşdırması haqqında qərar qəbul edəcəkdir. Yəni buna da üzr istəmirəm. 48-ci sualda üzr istəmirəm. Vaxtım uyğun gəlmir. 48-ci sualda cavab A variantıdır. Burada əsası olması təsdiq edildikdə müraciətdə mülki hüquq, inzibati və cinayət yaradacaq əlamətlər olmadıqda adi şəxsə intisab etsən cəlb edilməsin bağlı qərar qəbul edəcəkdir. Digər variantlar uyğun gəlmir. Keçək 49-cu suala. Məlumat azadlığından bağlıdır. Yenə deyirəm, bax bu izah elədiyimiz BB-dir. Çünki növbəti BA və AC izah olunacaq. Məlumat azadlığı vətəndaş müraciəti, indi xatırlatma verirəm ki, bu AC-yə düşüb. 49 məlumat azadlıq qanunu əsasən müddət doğru olanlar göstərir. Burada C variantıdır. Ətraf müddətə dair informasiya müvafiq qanunverici müəyyən edilmiş hallarda alınması və ətraflı məlumatlar edir. Düzdür. 4. Açıq məlumatın əldə edilməsi, yayılmasını təmin edilir. Düzdür. 2. Niyə səhvdir? Məlumatın verilməsinin qanunsuz etməsə, bu vəziyyət iddiası yox, cavabdehinin üzərində düşür. Ona görə səhvdir. 3 də burada bütün hallarda söhbəti var. Bu yanlışdır. Yenə gördüyünüz kimi bütün hallar səhv çıxır. Və 50-ci suala keçək. 50-ci sualda qanunsuz əsasən Naxçıvan Nazirlər Kabinetinə etimad, Naxçıvan Ali Məclisinin həll etdiyi məsələsə, analoji məsələ Azərbaycan münasibətdə hansı subyektə aiddir? Yəni Naxçıvanda Nazirlər Kabineti etimad edən Ali Məclisə Azərbaycan kimi olacaq? Azərbaycan isə Milli Məclis. Cavab C variantı. 51-ci suala keçək ki, burada vətəndaşların müraciətə baxması haqqında qanunasan aşağıdakı biri yanlışdır və D variantı. Yəni görə D-də nə yanlışdır? Vətəndaşların müraciəti üzrə müraciətlərin aidiyyəti üzrə baxılması üçün qanuncu hərəkətindən şikayət edilən müraciət baxan subyekti və onun vəzifəçisi göndərmək olar. Xeyr, göndərmək olmaz. Cavab D variantı. 52-ci sual ki, məhkəmə hakimi haqqında qanuna əsasən Azərbaycan Respublikasında ədalət mühakiməsinin məhkəmə sistemi daxil hansı məhkəmələr həyata keçirilir? A variantı, Konstitusiya məhkəməsi. Çox adama qəribə gələ bilər. Bəli, Konstitusiya məhkəməsi ədalət mühakiməsini həyata keçirməyəcəkdir. Digər bir sualımıza keçək. 53-cü sual. Davam edin yoldaşlar. 53-cü sualdan gedirik. 53-cü sualla bağlı olaraq. Cavab burada A variantıdır. Dövlət timinin istifadə qaydalarına bağlısa, dövlət timinin ifa olmasına bağlı doğrudur. Nə doğrudur? A. 2 və 5. Gəlin görə 1. Dövlət timinin orkestr, xor orkestr tərəfindən və rəsmi hallarda rəsmi hallarda mərasimdə digər vaxtlar elə söhbət yoxdur. Düzdür, bütün hallar dövlət timini hamı ifa olunurdu. 3. Azərbaycan Respublikasının dövlət timini orkestr, xor orkestr tərəfindən rəsmə yenə yoxdur bu söhbət, ona görə səhvdir. 4. Dövlət himni haqqında qanunla müəyyən edilmiş və müvafiq sürətdə ifa olmalıdır, elə bir söhbət yoxdur. 5. Düzdür, hərbi qulluqçular tərəfindən dövlətin ifa edilməsi qaydası, diqqətlə baxaq, ifa edilməsi qaydaları Azərbaycan Silahlı Qüvvələrinin xidmət nizamına müəyyəndir. Düzgün cavabdır. 2, 5
və A variantı. Digər tezə keçən yoldaşlar 54-cü sualda cavab B-dir. Dövlət bayrağının istifadəsi haqqında qanuna əsasən dövlət bayrağı daimi qaldırılmalı olduğu yerlərə aiddir. B-də nədir? Bir mərkəzi icra hakimiyyəti orqanı düzdür. Yerli icra hakimiyyəti düzdür. Hesab balans düzdür. 1, 2 və 6 düzgün cavabdır. BB üzrə axırıncı test tapımıza keçək ki, Konstitusiyanın neçənci maddəsinə əsasən hər bir vətəndaş dövlət gerilinə hörmət yanaşmalı. Cavab 75-ci maddədir. 69-cu maddəsən əcnəbi vətəndaşı olmayan şəxs olacaqdır. İndi yoldaşlar, gəlin birlikdə BA ilə bağlı məsələlərə başlayalım və mən sizə bir şey qeyd eləmək istəyirəm ki, burada sırf BA ilə bağlı məsələlərdə əvvəlki ilk testlər hamısı B ilə eyni olur deyə. Yəni B-yə baxan şəxslər B-yə baxıb 8-ci testdən etibarən bunların izahına baxacaqlar. Arkadaşlar hansı düzgündür? Cavab burada 1, 3, 5-dir. Necə? Qanunverici hakimiyyətin milli məsləhəti gedir. Düzdür. 3. Milli məsləhət deputatları majoritar seçki sistemi ümumi bərabər birbaşa düzdür, 3-dür. Bir də 5 ilə 1 noyabr ayının 1-ci bazar günü olur 5. 2 niyə yanlışdır? 155 və 125 deputatdan ibarətdir. 4 niyə yanlışdır? Səlahiyyət müddəti 7 il deyil 5 ildir. Növbəti testə keçək 49-cu testdə 1, 2, 6 bunları qeyd edib və gəlin dövlət bayrağı istifadə daimi qaldırmalı yeri sizə. Mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları hesaba baxacaq. Nə siyasi partiyanın binaları yoxdur, Naxçıvan Muxtar prokuroru yoxdur, hərbi hissələr yoxdur. Keçən 50-ci suala, 50-ci sualda qeyd edim, sonra baxaq. 1, 3 və 5 variantı. İndi gəlin normativ hüquq haqları haqqında qanunsuz əsasən istifadə olunuşuna bağlı doğru olanları seçək. Normativ hüquq haqqının dəyişdirilməsi, normativ hüquq haqqında əlavə normanın daxil edilməsi nəzərdə tutulurdu. 3. Hüquq haqq, normativ hüquq haqq, normativ fərqli qeyri-normativ haqdır. 5. Normativ hüquq haqqın hüquq qüvvəsi, normativ hüquq haqqın müvafiq ictimai münasibətlərdə tətbiqin məcburi, habelə onun digər normativ hüquq üstünlüyü və tabiri mənəvi xarakteristikası başa düşülür. Və keçirik 51-ci sualımıza. 1, 3, 5, 7. Burada bu 6 değildir. Səhv düşübdür. Hələ bir gəlin baxın suala. Yenə normativ hüquq qanunsuna qanunasən qeyri-normativ hüquq nədir? Milli Məclisin qərarıdır. 3. Prezident sərəncamıdır. 5. Nazirlər Komitəsinin sərəncamıdır. Və 7. Qatılma vəzifəni əks etdirən orqanlar aktlardır. Keçən 52-ci sualımıza yoldaşlar. 52-ci sual isə inzibati icraat haqqında qanunu yanlış müəyyən edin. Cavab burada 1 və 2-dir. Konkret icraatın təşkil və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edən əlverişsiz xeyr, əlverişsiz deyildir. 2. İnzibati orqanlar aydın səlahiyyətlərlə bağlı mübahisəli məhkəmə tərəfindən müəyyən olur. Xeyr, məhkəmə tərəfindən müəyyən edilmirdi. Buna görə yanlış cavab burada bunlardır. Və keçən 53-cü sual yenə inzibati icraatla bağlıdır. İnzibati icraat daha çox həm BA-lar, həm AC-lər diqqətlə baxsınlar ki, oradan çox sual düşür. Burada isə gəlin görək cavabı bir dənə qeyd edelim. 3, 4 və 5-dir. Sual nədir? İnzibati icra qanununa əsasən doğru olanlar müəyyən edək. İnzibati orqanlar 3. Aydın vəsaitlərə bağlı mübahisələr müvafiq icra komissiyasına həll edir, düzdür. İnzibati orqan bağlı mübahisənin qaydası müvafiq icra müəyyən edir, düzdür. İnzibati orqanlar müraciət baxılmasının saatı olub-olmadığı müstəqil şəkildə müəyyən etmək borcludur. Bəli. 3, 4, 5. Və keçərik 54-cü sual. Yenə də bizə inzibati icraatla bağlı sual düşübdür. Burada isə deməli 1, 4, 5-dir. Qeyd edək burada 1, 4 və 5. Suala baxaq görə nəyi bildirirdi? İnsan müvəkkil haqqındakı konstitusiya qanununa əsasən müvəkkil şərtin araşdırılması zamanı insan hüququnun pozulması halları aşkar edilen hansı tədbirlər həyata keçiriləcək? 1. Qərar və hərəkət nəticəsində insan hüququnun pozulmuş dövlət və yerli özündarlıq orqanları vəzifə ilə həmin hüquqların bərpasını tələb etmək. Daha sonra 4. İnsan hüququnun pozulması qədər aparılmış yoxlama nəticələri barədə kütləvi informasiya vasitəsilə tanışılır və 5 isə şəxsi hüquqları qüvvədə olan normativ hüquqlar pozulduqda Azərbaycan Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmə məsələsi var. Digər məsələ keçək yoldaşlar və beyaz ən axırıncı sual insan müvəkkili ilə bağlı 1, 2, 4-dür cavabımız. Gəlin görək nəyi soruşurdu? Qanuna əsasən insan müvəkkili vəzifəsi insan müvəkkil təsir edir. Niyə?
Konusunda təsbit olmuş bir, konusunda təsbit olunmuş və dövlət orqanları tərəfindən pozulan insan hüquq və azadlıqların bərpa edilməsi məsələsinə bağlı. Daha sonra iki, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan dövlət orqanları tərəfindən pozulan insan hüquq və azadlıqların bərpa edilməsinə bağlı. Daha sonra isə dörd, Azərbaycan Respublikasının konstitusiyası və Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə e, təsbit olunmuş və yerli özünün orqanları tərəfindən pozulan insan hüquq və azadlıqların bərpa edilməsi məsələləri. 1, 2, 4. Və yoldaşlar, bu beyanın izah məsələsidir və indi gəlin keçək biz digər testimizə, AC ilə bağlı testimizə baxalım. Və AC-də də yenə qeyd edim ki, sizə sırf bu eyni cavablar gedir və BB-nin əvvələ qayıdıb videosuna baxsanız kifayət edəcəkdir. Sırf 48-ci testdən baxaq buradakı test məsələmizə. Əmək məcəlləsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqavilətindən verdikdən sonra vəfat edən vərəsəsinə hansı müavət ödəniləcəkdir? Orta əmək haqqının azı 3 misli məbləğində. Cavab C variantdır. 43-cü sual keçək ki, dövlət sirri haqqında qanuna əsasən uyğunluğu müəyyən edir. Deməli, burada çıxıbdır D variantı. Bir də B. Bir nədir bizdə? Dövlət sərhədlərinin mühafizəsi haqqında məlumatlar nəyə aiddir? Kəşfiyyat, əks kəşfiyyat, əməliyyat axtarış fəaliyyəti sahəsində dövlət səkilə məlumatlar. Bir də C-dir. Mülki müdafiə vasitələrinin inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlət tərəfindən təmin olunması nəzərdə tutulan nəqliyyat və rabitə barədə gəlir burada ki, iqtisadi sahədə dövlət sərhədləri. Həmçinin mən tələbləri izah edirəm ki, nəqliyyat və rabitə məsələsi olarsa, bu aiddir iqtisadiyyat və üçdə isə Azərbaycan arasında müdafiə olunan və iqtisadi əməliyyat geodezi və coğrafi obyektlər haqqında bu isə hərbi sahəyə aiddir. 3-də A. Cavab oldu D variantı və növbəti suala keçən yoldaşlar. 50-ci sual. 50-ci sualda cavab B variantı. İnformasiya sərhədi haqqında qanuna əsasən mətbuatlar qoyulan şəxsi ailətinə dair məlumatlar sizin. Ada 1 və 4-dür. Vətəndaşın vəziyyətinin hüquqlarının qeyd haqqında məlumat və etnik mənşə və irqi mənsup haqqında məlumatlar. Və 51-ci suala keçək ki, 51-də A. Normativ hüquqlar haqqında konstitusiya qanununda qeyri-normativ hüquqlara aiddir. Burada da ada 1 Milli Məclisin qərarı, 3 Prezident sərəncamı, 5 Nazirlər Haqqı sərəncamı, 7 vətəndaşın vəziyyətinin haqlarının dövlət qeyri keçən orqan haqları. Növbəti sual keçək 52-ci sualda cavab A variantı. İnzibati İcra Qanunu əsasən yanlış binaları müəyyən edin. Və burada 1 və 2-dir. Konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmək əlverişsiz mühəcirin inzibati haqqıdır. Xeyr. 2. İnzibati orqanlar arasında aidiyyət və saatlərlə bağlı mübahisənin həlli qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu da səhvdir. 53-cü suala keçən yoldaşlar, 53-cü suala cavab B variantı ki, inzibati haqqında qanuna əsasən aidiyyətlə bağlı doğru olanlar müəyyən edilir. 3, 4, 5. İnzibati orqanlar aidiyyət və saatlərlə bağlı mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yaradılmış komissiya tərəfindən də həll edilir. Düzdür. 4. İnzibati orqanlar arasında aidiyyətlə bağlı mübahisənin həlli qaydası müvafiq icra hakimiyyəti orqanları müəyyən edilir. Düzdür. 5. İnzibati orqanların müraciət baxılmasına qədər saatlərinin o bu müstəqil şəkildə müəyyən etməyə borclar. 3, 4, 5. 54-cü suala keçirik. Cavab burada B variantı. İnsan müvəkkil haqqında konstitusiya qanunu müvəkkilin şikayətinin araşdırma zamanı insan pozulması halları aşkar etdikdə hansı tədbirlər görəcəkdir? 1, 4, 5. 1. Qərar və hərəkətin nəticəsində insan pozulmuş dövlət və yerli özünün orqanları vəzifəli həmin hüquqların bərpasını tələb etmək. 4. İnsan pozulmasına qədər aparılmış yoxlama nəticələri barədə kütləvi informasiya tanış etmək. Və 5. Şəxslərin hüquqları qüvvədə olan normativ aktları pozduqda Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etməkdir. Və yoldaşlar, nəhayət ən axırıncı suala keçirik ki, 55-ci sualda cavab A variantıdır. 1, 2, 4. Sualımız insan müvəkkil haqqında konstitusiya qanununa əsasən insan müvəkkil vəzifəsi təhsil edir. 1. Konstitusiya təsbit olunmuş, Azərbaycan dövlət orqanları tərəfindən pozulmuş insan hüquqları bərpası ilə əlaqədar olan məsələlər. 2. Tərəfdar sırf beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan dövlət orqanları tərəfindən pozulan insan hüquqları bərpası ilə bağlı. 4. Konstitusiya və Azərbaycan tərəfdar sırf beynəlxalq müqavilədə təsbit olmuş və Azərbaycan Respublikasının yerli orqanları tərəfindən pozulan insan və azadlıqlarının
məhv edilməsi üçün. 1, 2, 4. Yoldaşlar, bu qədər və sizə imtahanda uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı nəticələr edərsiniz və bizim növbəti aylarımızda bir akademinin təşkil digər sınaqlarda iştirak etmək ümid edirəm. Təşəkkürlər, çox sağ olun.